O gün Ağcabədi rayonunun Şəhidlər Xiyabanında şəhidimiz Ali Arif oğlum, Hüseyin oğlum, İlməcəm ki, 5-ci ilimiz. Ananın yanına gəlmişik. Bugün bir qürur biz anan atan yanında olmağa özümüzə bir xoş bir. Allah balarını rəhmət etsin. Allah sən bilirsin. Allah şad edir. Bugün Bilal qardaşımızın 5-ci ilidir. Bugün Bilal'ın timsallar, bütün şəhidlərimizə Allah rəhmət etsin. Allah şad olsun, yerlər 5 olsun. Bugün kimi də bütün anaların, ataların üzrünə getmək özümüzə bir qürur verir. Ötər deyəm. Uğurla deyirəm ki, sizin kimi analar bir başlayır. Var olun ki, siz yaşlı kefalarınızı yaşasınız. Bugün Meyra qardaşımızın 5-ci ili. Bugün sizin için ağır, uzaqdır. Yani keçmiş, ocağınız keçmiş belə deyirəm, günlərdəndir. Neyləmək olar? Allah sizə səbr etsin, sizlərə dəyməsin. Var olun ki, siz yaşayın balanızı yaşasınız. Allah bütün şehitlerimizin alsın mekanı. Allah gazilerimizin sağlamlığını versin. Ordumuzu korusun. Ali Başkomandanımızı korusun. Güneş bak bunların hesabına çıkır. Düşer günlerimizde. Allah onların mekanlarını cennet eylesin. Amin. Çok sağ olun.